Sentyabr ayının axırları, oktyabr ayının əvvəllərində əkilən taxıl sahələrində artıq bitiş alınıb. Mütəxəssislərin fikrincə desək, kollama baş verib. Havaların yağmurlu keçməsi, xüsusilə yağan ilk qar taxılçılığa olduqca müsbət təsir göstərib. Bu, həm ziyanvericilərin məhv olmasına, həm də bitişin keyfiyyətli alınmasına təkan verib. Bugün taxılçılığı inkişaf etdirmək dövlətin də marağındadır. Bunun üçün fermerlərə subsidiyalar verilir. Reproduksiyalı toxumlarla təmin olunurlar. Fermer taxılın həm də gəlirli biznes sahəsi olduğunu qeyd edir. Rayonumuzda hal-hazırda ümumi taxılın vəziyyəti keçən illərə nisbətən xeyli yaxşıdır. Müəyyən çətinliyi olsa da biznes baxımından çox əlverişli bir sahədir. Uzun illər toxumçuluqla məşğul olan təsərrüfat başçısı bildirir ki, keçən il 110 hektar sahədə taxıl əkib. Torpağa 30 ton toxum səpib. Hər hektardan 30-35 sentr məhsul əldə edib. Əlavə xərcləri ödəməməklə rentabillik 70-80% olub. Bu il isə 220 hektar sahədə taxıl əkib və hər hektar sahədən 45-50 sentner məhsul götürəcəyinə ümid bəsləyir. Fermer bunu həm havaların əlverişli keçməsi, həm də sahələrə göstərilən düzgün aqrotexniki qaydalara düzgün əməl etməklə izah edir. Xatırladaq ki, hal-hazırda rayonda 17 belə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Keçən il rayonda 2844 hektar sahədə səpin səpilib. 958 hektar sahəyə arpa, 1546 hektar sahəyə buğda, 339 hektar sahəyə xəşil əkilib. Bu il rayon üzrə ümumi məhsuldarlıq 30-35 sentner olub. Gələn il məhsul ili üçün isə hələlik 8120 hektar sahədə səpin işləri aparılıb. Gülə Əlquliyeva, Əminə Rəhimova, Dünya TV.